Əziz qonaqlar, hər birinizi Folklor İnstitutunun kollektivi adından salamlayıram və Teymur əmi icazə verirsinizsə Azərbaycan Respublikasının dövlət himnini və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların ruhunu bir dəqiqəlik sükutla yad edək, himni səslənsin. Şəhidlərimizin bir dəqiqəlik sükutla, ehtiramla yad edək, sonra tədbirimizə davam edək. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Hörmətli Teymur müəllim, bayaq salamlamada bir detalı unutdum. Burada bizim tələbələrimiz də iştirak eləyir və biz düşünürük ki, Qarabağda şanlı zəfərin 5 illiyinə həsr olunmuş bu tədbir bütün nəsillər üçün, yaşlı nəsil üçün də, orta nəsil üçün də, gələcək nəsil üçün də böyük bir örnəkdir. Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Və bilirsiniz ki, bu il 2020-ci ildə 27 sentyabr tarixində başlanan və 44 gün ərzində davam edən və Azərbaycan Müzəffər Ali Başkomandanın rəhbərliyi ilə qalib Azərbaycan ordusunun şücaəti ilə başa çatan böyük zəfəri bizə qismət edən o hadisənin 5 ili tamam olur. Və bu 5 il, hələ də mən düşünürəm ki, bu 5 il hələ kifayət deyil ki, biz 2020-ci ildə 27 sentyabr, 8 noyabr arasında əldə elədiyimiz o qələbənin mahiyyətini tam dərk eləyək. Mənim üçün bu qələbə həmişə, biz indi folklorşünas kimi biraz da məsələyə yanaşırıq, həmişə biz bu qələbəni Azərbaycan xalqının 30 ilə yaxın müddətdə boynunda olan ağır yükün, alnında olan ləkənin aradan qaldırılması kimi mən bu tarixi təkcə bir müharibədə, bir qavqadakı qalibiyyət kimi yox, həm də o alnımızda olan o ləkənin aradan qaldırılması kimi qəbul edirəm. Və biz o 30 il ərzində, 30 ilə yaxın müddət ərzində bu məsələlərin, Azərbaycan dövləti bu məsələlərin sülh yolu ilə həlli istiqamətində bütün cəhdlərinə baxmayaraq bu məsələ sanki bir qordi düyününə dönmüşdü
və bu məsələnin həlli yalnız o düyünü kəsib atmaqla, düyünü çözələməklə, açmaqla yox, onu bir dəfəlik kəsib atmaqla aradan qalxa bilərdi. Və belə də oldu. 27 sentyabr tarixində biz səhər oyananda internetin məhdudlaşdırıldığını başa düşdük, gördük və çox qısa müddətdən sonra Ali Başkomandan, Müzəffər Ali Başkomandan xalqa müraciət elədi. Və o günlər hesab edirəm ki, bizim həyatımızın, bizim ömrümüzün ən xoşbəxt, ən sözlə ölçülə bilməyən, sözlə ifadə olunmayan günləri idi. Mən xatırlayıram, hər bir rayonun işğaldan azad olunması ilə bağlı Cənab Prezidentin xalqa müraciəti necə səbirsizliklə gözlənilirdi. Və həmin anlarda, həmin günlərdə, bu 44 gün ərzində xalq sözün həqqi mənasında dəmir yumruq kimi bir ideyanın, bir düşüncənin, bir hədəfin ətrafında toplaşmışdı. Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, hətta müharibə bilirsiniz, böyük ağır itkilərlə nəticələnir. Hətta o prosesin özündə şəhid verən analar belə tələb edirdi ki, ordu bir addım belə geri çəkilməməlidir. Bu proses son məntiqi yekununa çatmalıdır. Və belə də oldu. 30 illik işğala son verildi. Mənfur əllər bu ölkənin, bu torpaqların üzərindən götürüldü. Bu sadə qələbə deyildi. Bu son 200 ildə torpaqlarını müxtəlif vaxtlarda itirən bir ölkənin ilk dəfə olaraq öz torpaqlarını geriyə qaytarması, bu tarixin təsbit olunması idi. Ona görə də düşünürəm ki, mən həmişə bunu bir dəfə televiziyada da dedim, Azərbaycan zabiti öz üzərinə düşən işi gördü. Azərbaycan əskəri öz üzərinə düşən işi gördü. Bundan sonra iş daha çox ziyalıların, daha çox alimlərin, daha çox müəllimlərin üzərinə düşür. Biz bundan sonra bu qələbəni, bu şanlı zəfəri intellektual planda davam elətdirməliyik. Hər kəs məşğul olduğu öz işində, öz cəbhəsində bu xalqın əskəri olmalıdır. Bu qələbənin yaşadıcısı olmalıdır. Bu qələbəni daha da gələn nəsillərə çatdırmalıdır. Bu gün əlbəttə ki, sülhdən söhbət gedir. Biz başqa yolda yoxdur. Yəni biz burada bu coğrafiyada qonşu kimi yaşamalıyıq, yaşayacağıq da. Azərbaycan dövlətinin də mövqeyi budur ki, bu proses sülhlə başa çatmalıdır. Amma bizim bir ziyalı olaraq, bir müəllim olaraq, bir bu xalqın vətəndaşı olaraq üzərimizə düşən odur ki, biz həmişə fərqində olmalıyıq. Biz heç vaxt o ağır günləri unutmamalıyıq və həmişə düşmənlə özümüzü müqayisə edib ən yüksək yerlərdə olmalıyıq. Heç vaxt biz bu fərqindəliyi, biz bu ayıqlığı, sayıqlığı itirə bilmərik. Çünki zaman-zaman biz onun şahidi olmuşuq. Zaman-zaman bizim mənfur qonşular bizim alicənablığımızdan, humanist dəyərlərimizdən istifadə edib, bizim humanist prinsiplərə, bizim münasibətimizdən istifadə edib və bizi arxadan vurublar. Bu tarix bir də təkrar olunmamalıdır. Ona görə də biz düşünürəm ki, ölkəmizdə bu günlərdə bu 8 noyabr 5 illik zəfər ərəfəsində keçirilən tədbirlərin həm də əhəmiyyəti ondadır ki, biz bu qələbənin mahiyyətini, biz bu istiqamətdə aparılan tədqiqatları bir daha xalqa, ictimaiyyətə çatdırmalıyıq ki, bundan hamımız nəticə çıxardaq və hər birimiz bu qələbəni, bu şanlı zəfəri yaşadaq. Teymur müəllim, istəyirəm ki, siz də bu tədbirlə bağlı tanış olmuşsunuz proqramla da və bizim dəvətimizi qəbul edib gəldiyinizə görə mən istəyirəm ki, siz də öz ürək sözlərinizi deyəsiniz və biz sonra elmi konferansımıza başlayaq. Hörmətli Hikmət müəllim, əziz qazilər, hörmətli folklorçular, əziz tələbələr, qonaqlar. Doğrudan da biz möhtəşəm bir tədbirə yığışmışıq. Bundan əvvəl bizim başqa bir tədbirimiz var idi. Biz oradan Hikmət müəllimdən icazə aldıq, gəldik bura. Müharibə oldu, bitdi. Yəni, ildırım sürətli müharibə. Hansı ki, Rus ordusu üst günə Kiyevi tutmaq istəyirdi. 4 ildir əlləşir, hələ yaxınlaşa bilmir. Amma bu, görün, bizim sərkərdəmiz nə qədər dahidir ki, 44 günə bunu planlaşdırdı, azad elədi torpaqları və sonra da xalqımızın başını ucu elədi, Hikmət müəllim demişkən.
Əlbəttə, tarixə biz baxsaq görərik ki, doğrudan da ermənilər həmişə bizə xəyanət ediblər. 1918-ci ilin 30 mart, 4 aprel tarixlərində Azərbaycan xalqına qarşı genosid həyata keçirdib 50 min Azərbaycanlı qırdılar. Və ulu öndərimiz 31 martı ona görə Azərbaycan xalqının genosid günü elan elədi. Hadisələr olur ki, qutarır, tarixi hadisələr. Keçmişdə qalır, yəni onu qaytarmaq mümkün deyil. Amma onun dərsləri var. O dərslərdən nəticə çıxartmaq lazımdır. O dərslərdən nəticə çıxartmaq lazımdır ki, gələcəkdə bir də təkrar olunmasın. Yəni, keçmişi qaytara bilmiriksə, gələcəyimizə qarantiya verək ki, baxın, bayaq dedim, 18-ci ildə 50 min Azərbaycanlı qırdılar. Amma Azərbaycan parlamenti ki, fəaliyyətə başladı, orada 500 min ermənini təmsil edən deputatlar var idi. Yəni, hansı xalq bunu eləyərdi ki, sən mənim 50 min vətəndaşımı qırmısan, ancaq mən sənin 500 min ermənini burada saxlayıram və hələ onlardan deputat da seçirəm. Yəni, bu Azərbaycan xalqının böyüklüyünü göstərir. Amma o böyüklüyü başa düşən lazımdır. O böyüklüyü başa düşmürsə, ona qarşı qəddar olmaq lazımdır. Onu deportasiya eləmək lazımdır. Necə ki, müasir şəraitdə, çağdaş dövrdə biz bunu etdik və gələcəyimizi təmin etdik. Burada əksəriyyəti folklorçulardır, ona görə mən bir bayatı demək istəyirəm. Mən aşıq Ordubada, yol gedir Ordubada, sərkərdə igid olsa, heç verməz Ordubada. Bizim itkilərimiz bizi çox yandırır. Amma baxın, müasir dövrdə Rus ordusu nə qədər itkilər verir? 1 milyona yaxın itki veribdir. Bizim itkilərlə müqayisədə o dənizdə damla kimidir. Ona görə yəni sərkərdəmizin, Müzəffər Ali Baş Komandanımızın həm cəbhədə, həm arxa cəbhədə, diplomatiya cəbhəsində göstərdiyi böyük şücaətlər bizim qələbəmizi təmin elədi və bundan sonra da təmin eləyəcək. Dünən mən bir süjetə baxdım YouTube-da. Çox təsirli bir süjet idi. Demək, durublar Türk dövləti başçıları, Macarıstan prezidenti qonaq kimi gəlmişdi oraya. Orban gəlir, bizim prezident durubdur. Macarıstan prezidenti 2 qat əyilir bunun əllərini tutur. Yəni, bu o deməkdir ki, İlham Əliyev dünya liderləri sırasında sayılıb seçilən bir liderdir. Və onu Amerika prezidenti Trump da etiraf elədi ki, İlham Əliyev böyük liderdir. Biz bununla əlbəttə fəxr eləyirik. Başa düşürük ki, bu Tanrının bir lütfüdür bizə. Tanrı əgər başqa bir insanı, Ulu Öndər Heydər Əliyevin oğlunu deyil, başqa bir insanı bizə prezident seçsə, necə ki, bir vaxt başçılarımız oldu, yəni ondan biz dərs aldıq. Yəni, baxın, xalq nə qədər müdrikdir ki, ondan dərs alandan sonra Ulu Öndəri Naxçıvandan geri çağırdı. 2-ci dəfə hakimiyyətə gətirdi. Və ümumilli lider də dedi ki, mən İlhama özüm kimi inanıram. Doğrudan da özü kimi inandı. Onun işlərinin davamını daha yüksək səviyyədə, onun oğlu, onun həm fiziki varisi, həm cismani varisi, həm siyasi varisi möhtərəm prezidentimiz apardı və çox böyük qürurla mən yenə yada salıram ki, Şuşanı alandan sonra getdi Fəxri Xiyabana və atasının ruhu oradadır. Yəni ki, o daş deyil təkcə o atası. Atasının ruhu qarşısında hesabat verdi ki, sənin vəsiyyətini yerinə yetirdim. Biz bundan fəxr eləyirik. Mən bilirəm ki, hamımızın ürəyində belə bir qürur hissi var, belə bir sevinç hissi var, gələcəyə inam hissi var. Ona görə bir daha
konferansın işinə uğurlar diləyirəm və istəyirəm ki, mən moderator deyiləm. Mən Akademiyanın prezidenti hörmətli İsa Həbibbəyli tərəfindən burada iştirak eləməyə göndərilmişəm. Yəni, moderator Hikmət müəllimdir. Yenə sözü ona verir. Təşəkkür edirəm Teymur müəllim, dəyərli sözlərinizə və çox vacib mesajlarınıza görə mən sizə minnətdarlığımı bildirirəm. Hörmətli Teymur müəllim, hörmətli tədbir iştirakçıları, biz bu tədbirə elə 27 sentyabrdan başlamışıq hazırlaşmağa. Biz 27 sentyabr tarixində biz zəfərlə bağlı tədbir keçirərkən orada qərara gəldik ki, bizim burada iştirak edən hər iki zabitimiz çox sağ olsun. Biz qərara gəldik ki, bu prosesin davamı 8 noyabra yaxın biz bu zəfərə də bir tədbir həsr eləyəcəyik və bu tədbir yaxşı olar ki, bu proses elə bugündən başlasın və o gündən təxminən dünən gecəyə qədər, Teymur müəllim, gecə saatlarına qədər bir film üzərində çalışdıq. Mənə elə gəlir, yaxşı film hazırlanıb. Mən təklif edirəm ki, o filmə bir baxaq, Teymur müəllim. Ondan sonra bizim elmi məruzələrimiz olacaq, o məruzələri də dinləyək. Buyurun. Günün zəfər dastanı. Vətən adi, quru bir torpaq deyil. Vətənin nə olduğunu bizə anladan, öz qanları, canları bahasına bu torpağı qoruyan, uğrunda oddan, alovdan keçməyi gözə alan igidlər diyarıdır. Xəmiri vətən sevgisi ilə yoğrulan oğullarımız, qəlblərində illərlə böyüdüb bəslədikləri vətən eşqini döyüş meydanlarında bəyan etdilər. Bu quru torpağı öz qanlarıyla suvarıb müqəddəs bir vətən etdilər. Mənə elə gəlir ki, tədbirin adətən biz sonunda deyirik, amma tədbirin sonunu gözləmədən mən bu filmin araya ərsəyə gəlməsində xidməti olanları istəyirəm, qalsınlar ayağa və biz onların hər birinə təşəkkür eləyək. Mahir müəllim, buyurun. İlhamə xanım, Qasım müəllim, İffət müəllim. Bax, bu şəxslər bu filmin araya ərsəyə xidmətlər oldu. Mən sizə təşəkkür edirəm. Və bizim təbii ki, hər iki bizim zabitlərimiz bir qalsın sizi də bir. Və mən ilk sözü filologiya elmləri doktoru, dosent Mətanət xanım Abbasovaya Qarabağ folkloru işğaldan zəfərə. Çox sağ olun, təşəkkür edirəm. Əvvəla hörmətli sədarət, hörmətli tədbir iştirakçıları, qonaqlarımız, ziyalılarımız, hamınızı salamlayıram. Bugün burada mötəbər bir tribunadan Azərbaycan zəfəri ilə bağlı, Qarabağın zəfəri ilə bağlı söz söyləməkdən, fikir bildirməkdən qürur duyuram. Məruzəmi çox qısa şəkildə eləyəcəm, vaxtınızı almamaq üçün. Azərbaycan torpağı tarixən zaman-zaman müxtəlif təxribat, siyasi oyunların qurbanına çevrilmiş, güclü hərbi siyasi təcavüzlərə məruz qalmış, torpaqları zəbt edilmiş, maddi irsi qədər də mənəvi sərvətləri, milli mənəvi dəyərləri, musiqisi, söz sənəti, sənətkarlıq nümunələri talan edilmişdir. Lakin bu da bir həqiqətdir ki, işğal, müharibə, savaşlar xalqın oyanış və mübarizəsini təmin etmiş, vətən övladlarının hünər, qan bahasına öz ərazi bütövlüyünün qorunmasına şərait yaratmışdır. Bugün çönüb tarixə baxsaq, 3000 illik bəşəriyyətin bir tarixi var və bu tarix
tarixin hər bir dövründən bugünkü günümüzə qədər müharibələr həmişə qaçılmaz olmuşdur. Və qaçılmaz olduğu üçün də dünya mədəniyyətində, incəsənətində də onlar həmişə aktuallıq kəsb etmişdir. Bugün Azərbaycanın yaşadıkları, Azərbaycanın işğalının, Azərbaycanın zəfərinin böyük bir tarixi dövrü var ki, biz sözsüz ki, burada Qarabağ folklorunun yaranmasını da həmin bu dünya mədəniyyəti incəsənətində ayrıca qiymətləndirə bilərik. Sual verə bilərsiniz, nəyə lazımdır? Yəni, folklor onsuz da yaranır, tarixdir, gedir. Amma Qarabağ folklorunun bir özəlliyi də ondan ibarətdir ki, müharibə insanlara emosiyalar gətirir. Həmin emosiyaların idarə olunması üçün mütləq şəkildə bir bayatıya mı, bir laylaya mı, bir ağıya mı ehtiyac olunur. İkinci bir tərəfdən müharibənin gətirdiyi çətinliklər həm də xalqın dilində, xalqın yaddaşında, onun bayatısında, lətifəsində, nağılında, atalar sözündə, deyimində və s. bir tarixi yaddaşa çevrilir. Və bu tarixi yaddaş bizim gələcək nəsillərə ötürülməsi üçün mütləq şəkildə lazımdır. Və nəhayət dəstəkdir. Bu bir irəliləyiş üçün dəstəkdir. Müzəffər Ali Başkomandanın Qarabağ Azərbaycandır şüarı əslində o ağırları, acıları, o gözləntiləri el-el, ev-ev, oba-oba yaşamaq üçün bir stimuludur. Və eyni zamanda Azərbaycan folkloru da, xüsusilə bu dövrdə yaranan Qarabağ folkloru da eyni kontekstdə maraq doğurur. Əslində, ən çox məlum məsələdir ki, bizim ədəbiyyatımızda, folklor ədəbiyyatında yaranan ən asan və daha çox populyarlıq qazanan nümunələr bayatlarımızdır. Azərbaycan bayatları, xüsusilə Qarabağ müharibəsi dövründə yaranan bayatlarımızı əgər biz bir tərəzi şəklində Francisco Goya'nın müharibə etudları ilə, yəni dünya incəsənətini, mədəniyyətini bəzəyən müharibə apoteozları ilə qarşı-qarşıya qoysaq, hansı ki, onlar dünya mədəniyyəti və incəsənətində müharibəni əks etdirən ən ciddi və ən ağır mövzulardan hesab olunur. Bir Azərbaycan, bir Qarabağlının söylədiyi bir bayatı mənə elə gəlir ki, o tərəzidə daha ağır gələ bilər. Bu baxımdan bayatılar xalqın Qarabağ işğal dövründə xalqımızın yaşadığı həmin ağrıları, acıları əks etdirməsi baxımından xüsusi maraq doğurur. Yaralı bir qoçam mən, yaram qoymur qaçam mən, tapmıram bir dalda yer, yaralarım açam mən. Bu bayatı nə qədər ağır və bir niskilli həyatın səhvəsini açıb göstərir. Pərişanam, pərişan, yox halımı soruşan, xan mən tək dünyada dərdi, dərdə qarışan. Və çox maraqlı cəhət ondan ibarətdir ki, bizim bayatlarımız zəngindir. Ata, babalardan, nənələrdən bugünkü günümüzə qədər bir xəzinə dolusu bayatlarımız var. Amma bu bayatların bəzən adresatları dəyişdi Qarabağ müharibəsində. Hansı ki, konkret olaraq bil eli, obanı, tayfanı bildirən bayatlarımız zaman gəldi ki, daha darlaşmış bir mövzuya keçdi. Yəni, konkret eli, obanı, itirilən torpağı ifadə etməyə çalışdı. Məsələn, bu görünən dədəlidir, işıqlıdır, dədəlidir. Dindirmə, qan ağlaram, Qarabağlıyam, ürəyim zədəlidir. Burada ifadə olunan dədəli, işıqlı kimi adlar Füzuli rayonunun işğal olunmuş əraziləridir, kəndləridir ki, hansı ki, zabitlərimiz daha yaxşı bilər, bizim orada daha çox itkilər vermişdi Füzuli rayonunda və həmin ərazilərin tutulmasından sonra bu bayatılar dilə gəlmişdir. İkinci bir məsələ, mən daha çox toplama materiallarından çıxış edəcəm. Bir məsələni də nəzərinizə çatdırım ki, magik yolla düşmənə öz münasibətini bildirmək, yəni magik yolla, verbal yolla ona nifrətini ifadə etmək daha çox bayatı və qarğışlarımızda çox geniş yayılmışdı və Qarabağ folklorunu toplanarkən biz xüsusi olaraq bunu müşahidə etdik. Məsələn, ağacda hulu qalsın, bağçada gülü qalsın, Qarabağa yan baxanın beli bükülü qalsın, Gəncədən gəl Gəncədən, atın yesin yoncadan, bizi qərib salanın, beli sınsın incədən. Söyleyeyim ki, biz millət olaraq yaşayışımız, təbiətimiz həmişə qarğışdan uzaq olubdur. Hətta toplama materiallarına biz ezamiyyətdə olarkən də biz çalışırıq qarğış mətinləri dinləyək, onlar yaşlı insanlarımız söyləmirlər. Söyləyirlər ki, qarğışın iki başı olar. Yəni bundan çəkinən bir xalq görün hansı bir vəziyyətə gəlib çatdı ki, o itkilərlə, o ağırlarla artıq bu qarğışları bayatlarına gətirdi. Təbii ki, onu söyləməmişdən də əvvəl informatorlarımız belə bir bayatı da söyləyirdilər. Mən aşıq həkəriyəm,
qəndinəm, şəkəriyəm, ağır-ağır bardanlar götürdük, ağır-ağır ketmanlar götürdük, sahələr becərdik, evlər tikdik. Demə erməninin donluqsuz nökəriyəm. Yəni bu bayatıdan sonra məhz onlar bu cür ağrılı ifadələri dilinə gətirmişdir. Bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm. Yəqin ki, bundan sonra da bu tədqiqatlarımızda da yer alacaqdır. Bilirsiniz ki, Qarabağ ərazisinin ətrafyanı zonaları həm də Güney İranla sərhəddidir. Bu dövrdə Güneylilər Qarabağlıların səsinə səs verdilər. Sosial şəbəkələrdə, həm də şəxsi yazışmalarında bizim şəhərlərimiz, rayonlarımız alındıqca onlar bir-biri ilə sanki folklor dili ilə diyaloqa girdilər. Biz onların çox böyük bir mətinlərini əldə etmişik. Həmin mətinlərdə də sırf Qarabağ hadisələri və Qarabağlıların Təbrizli ilə, bir Qaradağlı ilə olan yazışmaları və onların folklor nümunələrini araşdırmışıq. Zamanınızı almadan mən bir neçə misalı göstərmək istəyirəm. Məsələn, Ağdam şəhəri alınan gün Güney Azərbaycandan Qarabağlılara belə bir mesaj gəldi. Badələri qaldırın, mahnıları çaldırın. Bugün Ağdam günüdür, gözəl şəkil saldırın. Adətən xoş günlərdə şəkil çəkdirmək, onun tablosunu yaratmaq belə bir ənənəsi olmuşdu. Bu da bir çağırışıdır. Və ən çox yayılan meyxana üzərində qurulan və diyaloq şəklində olan mətinlərimiz olub. Onun bir parçasını sizə demək istəyirəm. Cəbrailə yol çəkirdin, nə oldu? Şaxta vurdu, bağçada gülün soldu. İravanda millət saçını yoldu. Paşinyan tək, təlxəyimiz var bizim. Ordumuz var, əskərimiz var bizim. Və bu şəkildə davam eləyir. Mübariz tək, alp ərimiz var bizim. Çoxlu vətənpərvərimiz var bizim. Yağı düşmən, yaxşı tanı sən məni. Qorxutmayır səndə olan çəm məni. Erməni tək parçalaram mən səni. Bu tayda da çox ərimiz var bizim, çoxlu vətənpərvərimiz var bizim. Sözsüz ki, müharibə dövrü ədəbiyyatında, folklorunda, xüsusilə siyasi lətifələr həmişə öndə olubdur. Bu, Sovet dönəmində olan dövründən başlayaraq müasir günümüzə qədər də bu siyasi lətifələr demək olar ki, hər mərhələdə yaranır. Və çox maraqlıdır ki, Qarabağ folklorunda da həmin zəfərimizi ifadə edən, eyni zamanda o hadisələrə bilavasitə, siyasi oyunlara bir xalqın da münasibəti var idi. Bu baxımdan Qarabağ folklorunda özümüzə çatar, üçərli, adamın dedim, erməninin yox, Böyük Ermənistan olmayıb, bombanın üstündə erməni arvadı və s. kimi lətifələr bu kontekstdə yaranmışdı. Sonuncu söylədiyim, yəqin ki, hamınıza aydındır, Gəncəyə atılan bomba və orada bir erməni qadının yaralanması ilə bağlı xalqın bir siyasi xətti idi, münasibəti idi ki, həmin bu deməli məsələdə də özünə yer tapmışdı. Folklorda siyasi zarafatların, lətifələrin, etnoslar arası münasibətlərdə məzmun qazanması həm də ictimai rəyin bir formasıdır. Çünki düşmən cəbhəyə yönəldilmiş psixoloji vəziyyətə təzyiq olaraq da, yəni bu folklor mətinləri ayrıca yer tutur. Qeyd edim ki, folklorun ayrılmaz tərkib hissəsi həm də onun deyimləridir. Yəni bu deyimlərdə də xalq heç erməninin qabında su içməyi belə özünə layiq görməyən bir ailənin bu dövrdə, müharibə dövründə Qarabağda hansı hadisələri deyimlərinə çevirdi. Onlar bəzən biz informatorlarla münasibət qurarkən, əlaqələr yaradarkən, söhbətlər apararkən, onlar ermənilərin adlarını belə çəkməkdən imtina edirdilər. Onlara məxsus şəkildə dırnaqsız, yəni rəhimsiz və insafsız mənasında özünü başqasına nərdivan eləyən, bu şəkildə ifadələr işlədirdilər. Erməni sifətli, erməni dilası, elə bir Qarabağ ermənisidir. Bu kimi ifadələr sözsüz ki, bizim deyimlərimizdə xüsusi olaraq yayılmışdır. Qara gecə ağ olmaz, əski düşmən dost olmaz. Hər yurdun özünü, ovunu öz tazısıyla, su uyuyar, düşmən uyumaz. Bəslə qarğanı oysun gözünü kimi deyimlər də gələcək nəsillərə xalqımız tərəfindən verilmiş bir mesaj idi. Qarabağda xüsusilə geniş yayılan erməni qan gördü ifadəsi, məsələn, onların nə qədər qorxaq, satqın və ləyaqətsiz olduğunu ifadə edir. Toplama materialındakı müşahidələr göstərir ki, hamını ley vurdu, mənim kimi tükü tökülən olmadı, el deyimi ilə öz dərdini bildirən analar söhbətlərdə belə erməni adını dilinə gətirməmək üçün adı silinmişlər.
gen günü olmasın, yükü dağdan ağır olanlar, bacalarından tüstü çıxmasın, aşı asla qalsın kimi ifadələrdə öz qəzəb və nifrətlərini ifadə etmişdilər. Sözsüz ki, müharibə təkcə böyük nəslin deyil, həm də kiçik uşaqların da gözündə bir müharibədir, bir ağrıdır, bir acıdır, ümidsizlikdir. Maraqlıdır ki, bu dövrdə də Qarabağ folklorunda ayrıca bir uşaq düzgüləri və təkərləmələri yarandı. Bu düzgü və təkərləmələr üzərində də biz düşmənə olan o nifrəti, onlara olan o saymamazlığı, yəni onları gələcəkdə hansı şəkildə cəzalandırmaq istəyini bir uşaq düşüncəsində görmək mümkündür. Məsələn, adın nədir? Paşinyan. İt də yeməz aşından, cəmdəyin dəyərsizdir, güllə dəysin başından. Yaşman dağları aşdı, Şuşamıza dırmaşdı, dığa özün yetirdi, silahın atdı qaçdı. Bu, adi uşaq təkərləmələri və ifadələri ola bilər. Ancaq diqqətlə baxsaq, burada böyükdən tutmuş kiçiyə qədər hamının silahlanmasından söhbət gedir. Bu, Qarabağ folklorunun yeni bir kontekstdə yaranması deməkdir. Bu, Qarabağ folklorunun həm işğal tariximizi, həm zəfər tariximizin ifadə etməsi deməkdir. Alınan torpaqlara qayıdan insanların belə bir bayatısını dinləməli olduq. Elimdə binə tikdim, qapısın günə tikdim, əcəl vurdu, dağıtdı, mən gəldim, yenə tikdim. Yəni, bu ifadə, bu qürur əslində o qayıdışın bir simvoludur. Və çox maraqlıdır ki, bəzən sevgili, yar, adresatında yaranan bayatlarımızın mövzusu da dəyişdi. Yəni, o adresatlara artıq Azərbaycan əskərinin adı yazıldı. Məsələn, çöl yerin ceyranıyam, yar boyun heyranıyam, hansı yoldan gəlibsən, o yolun qurbanıyam. Bu bir əskər anasının söylədiyi bayatı idi. Hansı ki, vaxtilə gənc qızların, oğlanların bir-birinə söyləyəcəyi adresatıdır bu. Yəni, sevgili. Amma gəldiyin yolun qurbanı olmaq o Qarabağ torpağına olan həm də qurbandan söhbət gedirdi. Bu baxımdan Qarabağ mühiti, Qarabağın həm zəfərini, həm orada olan yaşantılarını folklora gətirmək əslində yeni bir mərhələnin başlanğıcı idi. Zamanımız az olduğu üçün yekunda mən yenə də bir Qarabağlı ananın ifadəsi ilə sözümü bitirmək istəyirəm. Qarabağda izim var, gözlərimdə gözüm var. Bu 30 il həsrətə ürək dolu sözüm var. Yəni, bu söz hələ də xalqın dilindədir, bu boğçasındadır, bir xəzinədir. Bu xəzinə yəqin ki, öyrəniləcək. Zamanımız az olduğu üçün mən sadəcə qısa şəkildə sizə belə məruz etmək istədim. Sonda zəfərimiz daim olsun deyirəm. Sonda Allah şəhidlərimizə rəhmət eləsin deyirəm. Şəhid analarının əlindən öpürəm. Qazilərimizə Allah can sağlığı versin. Zəfər həmişə bizimlə olsun. Qarabağ və Azərbaycanı daimi çiçəkli görək. Sağ olun, təşəkkür edirəm. Sağ olun. Sağ olun, Mətanət xanım. Çox maraqlı məruzədir və maraqlı elmi əhəmiyyəti isə ondan ibarətdir ki, mənim üçün siz işğal dövründəki bayatılarla, deyimlərlə, folklor nümunələrini, işğal zamanında və işğaldan sonraki mərhələdə də dediyiniz, yəni folklorun nə qədər bir dinamik proses kimi cari zamanın, dövrün çağırışlarına nə qədər aktual reaksiya verməsini izləmək baxımından çox maraqlı faktlardır. Bu məruzədən sonra dinləyəcəyimiz 3 məruzənin müəllifləri Qarabağ folklorunun toplanmasında, indi burada onların da ustadı Əfzələddin müəllim də daxil olmaqla müstəsna xidmətləri olan şəxslərdir. Bax, indi burada İlkin müəllimi dinləyəcəyik, Ləman xanımı, Zəfər müəllimi, hər üçü Qarabağ folklorunun toplanması, Şərqi Zəngəzur, indi dediyimiz bu coğrafi adın, bu folklor nümunələrin toplanmasında belə şəxsən mən fundamental fəaliyyət kimi dəyərləndirirəm. Bunu belə bir gigant bir fəaliyyət kimi dəyərləndirirəm. Çünki folklor toplamaq o qədər çətin proseslərdən keçir. O qədər ağır bir proseslərdən keçir ki, təbii o biri bölgələrdə bizim üçün əzizdir, doğmadır. Amma buranın, bu bölgənin o niskili, ağırlığı, çətinliyi ondaydı ki, insan öz məkanında deyildi. İnsan öz məkanından, evindən, eşiyindən uzaqdaydı və həmin o evdən, eşikdən uzaqda olan şəxslərin vətən dərdi, şəhid dərdi, övlad dərdi, nə bilim, sosial qayğısı, o qədər problem, onları dindirib danışdırmaq özü bir ağır, çox ağır proses idi və onları
o folklor nümunələrini qeydə alıb gətirib cildlərlə kitaba çevirmək isə mənə elə gəlir ki, çox böyük çətin bir missiya. İsa müəllim sərgidə bizim kitablar haqqında belə bir söz dedi. Dedi, bu fəaliyyət çox unikal fəaliyyətdir. Bunun analogiyası heç bir qurumda yoxdur. Ölkədə ümumiyyətlə belə bir fəaliyyətlə məşğul olan qurum yoxdur və burada toplanan informasiyalar o qədər unikal informasiyadır ki, bunu başqa yerdə tutaq ki, digər informasiyalar tutaq ki, bir fərdi yazıçının yaradıcılığıdır. Amma bu kollektiv informasiya ki, xalqın ki, bu cür reaksiyası var. Bu reaksiya xalqın özündədir. Onu gedib toplayıb, dərləyib gətirmək isə çox ağır prosesdir. Və mən sözü uzatmadan filologiya və fəlsəfə doktoru Dosent İlkin Rüstəmzadəyə söz vermək istəyirəm. Qarabağ nağıllarında zaman və məkanın səciyyəsi. İlkin, buyur. Bugünkü tədbirdə nəzərə tutmuşam ki, Qarabağdan toplanan nağıllar əsasında oradakı məkan və zamanın səciyyəsindən bəhs edirəm. Soruşa bilərsiniz ki, nə üçün məkan, zaman və məkan? Nağıllarda zaman və məkan sadəcə hadisələrin baş verdiyi fon deyil. Zaman və məkan eyni zamanda janrı formalaşdıran, onun obrazlar sistemini, poetik xüsusiyyətlərini müəyyən edən amildir. Ona görə zamanın, məkanın səciyyəsinin dəyişməsi nağıl qruplarının dəyişməsindən gətirib çıxarır, fərqli janrların yaranmasına gətirib çıxarır. Məişət nağıllarına keçməzdən öncə sehirli və dini nağıllar haqqında bir məlumat verim. Çünki buradakı məkanın xüsusiyyətini bilmədən biz məişət nağıllarındakı məkanın xüsusiyyətini bilməyimiz mümkün deyil. Sehirli nağıl məkanı fantastik məkandır. Burada sehirli gücə sahib olan məkana hakim olur. Sənin əlində sehirli çubuğun olandan sonra istəsən yaşıl vadini səhraya döndərə bilərsən. Necə ki, Simanın nağılında qarı Simanı tilsimə salmaq üçün yaşıl bir vadini susuz bir səhraya döndərir, orada bir sudan, ovdan yaradır. Siman həmin ovdandan su içəndə orada tilsimə düşüb qalır. Bu sehirli nağıl məkanıdır. Burada fantastik gücü olan məkana və zamana hakimdir. Zaman da eyni ilə. Sənin əlində sehirli gücün olandan sonra artıq zamanın ixtiyarı səndədir. Sehirli çubuğun köməyi ilə ölünü dirildə bilirsən. Qocanı cavanlaşdıra bilirsən. Sehirli almanın köməyi ilə qocanı cavanlaşdıra bilirsən. Bu sehirli nağıl məkanıdır. Burada sehirli gücə malik olmaq, hər məkana, zamana sahib olmaq deməkdir. Amma Nigarın dini nağıllarda görə məkan necədir? Dini nağıllarda artıq məkan dini prinsiplərdən təqdim olunur bizə. Əgər sehirli nağıllarda bu dünya, o dünya qarşı durması var idisə, dini nağıllarda artıq müqəddəs bir dünya və məkan qarşı durması var. Halal və haram məkan qarşı durması var. Dini nağıllarda zamanın bir hakimi var, Allah. Yəni, o insana qədəri yazan, insanın taleyi müəyyən edən Allahdır. Kimsə onun qədərindən qaça bilməz. Sehirli nağıllarda biz gördük ki, insan sehirli gücü olandan sonra məkana, zamana hakim olur. Amma dini nağıllarda artıq insanın belə bir gücü yoxdur. İnsan Allahın qədəri qarşısında, insan Allahın taleyi qarşısında acizdir. Ona görə dini nağıllarda artıq əcəldən qaçma süjetləri belə aktivlik qazandı. Və o süjetlərin heç biri də hamı Allahın iradəsinə qarşı çıxmaq istədilər, amma heç biri o məqsədə nail ola bilmədi. Nuh Peyğəmbər dirili suyu əldə elədi, istədi ki, aparsın bunu qövmünə versin, hamı içsin, əbədi həyat qazansın, yolda ilan suyu içdi, qövmünə çatdıra bilmədi. İskəndər dirili suyu əldə etməsən, o dünyaya getdi, amma sudan içmək ona qismət olmadı. Loğman yenə dirilik dərmanı ixtira elədi, istədi ki, öləndən sonra, şəhərinə tapşırdı ki, öləndən sonra bu suyu mənə içirdərsə, mən dirilərəm. Allah Cəbrailə əmr elədi, suyu vermək istəyəndə qanadı ilə o şüşəni vurdu, saldı, Loğman da dirilə bilmədi. Yəni, burada zamanın bir hakimi var Allah. Kimsə o Allahın yazdığı talihdən, qədərdən, qədəri poza bilməz. İndi gəlin görə, bəs məişət nağıllarında zaman necədir? Müqayisə üçün məişət nağıllarını seçməmin əsas səbəbi odur ki, məişət nağılları, yəni bugün artıq biz bilirik ki, bəzi nağıl qrupları artıq öləcəyib. Məsələn, sehirli nağıllar bugün toplamaq mümkün deyil. Bəzi nağıl qrupları artıq heyvan haqqında nağıllar eyni ilə. Amma məişət nağılları bugün də aktivliyini qoruyur, saxlayır və məişət nağıllarını toplamaq mümkündür. Və biz də Qarabağda 2012-2014-cü ildə də o layihəni gerçəkləşdirdiyimiz zaman bölgədən 87 məişət nağılı süjeti qeydə almışdıq və süjetlərin çoxluğu, zənginliyi bizdə orada məkanın xüsusiyyətlərini izləməyə imkan verirdi. Məişət nağıllarında məkan elə məkandır ki, burada ancaq ağıl və kamal ilə hərəkət etmək olar. Ağıl, kamal insanları sosial rifaha aparan əsas vasitədir. Hətta süjetlər elə qurulur ki, ancaq ağlı, zəkanı qabartmağa xidmət edirlər. Personajların fəaliyyəti, qarşıya qoyulan hədəfə çatmaq üsulu, çətin sualların cavabının tapılması, hikmətli sözlərin sınanması, müşkül məsələlərin,
çətin işlərin ağsaqqal məsləhəti sayəsində həlli. Bütün bunlar ancaq ağlı qabartmağa xidmət edir. Hətta düşmən ölkə də qəhrəmanın doğulduğu, böyüyüb başa çatdığı məkanı məhz çətin sualla sınağa çəkir. Verilən sualları cavabı tapılmadığı təqdirdə onu müharibə ilə hədələyir. Məişət nağıllarını insanlar ancaq ağla görə irəli çəkilir. Qız özünə gələcək həyat yoldaşı seçərkən onun ağlına, kəmalına fikir verir. Ata oğlunu evləndirmək üçün qız axtararkən onun kəmalına görə qərar verir. Ona görə məişət nağılları ağıllı, kəmallı insanların fəaliyyət meydanıdır. Bununla əlaqədardır ki, bu nağılların əsas qəhrəmanı müdrik qoca, hazırcavab uşaq, ağıllı qız, öz peşəsini mükəmməl bilən, ağılla, kəmalla hərəkət edən alim, loğman, qazı kimi personajlardır. Sehirli nağıllarda sehirli vasitələrin oynadığı rolu, bu nağıllarda hikmətamiz sözlər, ağsaqqal məsləhəti oynayır. Qəhrəman məhz onların sayəsində əsas məqsədə çatır. Bugün Qarabağda quruculuq işləri gedir, orada kəndlər bərpa olunur, insanlar doğma yurtlarına köçürür. Amma bu mənəvi bağı gücləndirmək üçün Qarabağın sakral məkanlarının öyrənilməsinə, onların yenidən aktivləşdirilməsinə ehtiyac vardır. Və çox istərdim ki, gələcək fəaliyyətimizdə diqqətimiz bu yönə yönəldək. Qarabağın sakral məkanlarının öyrənilməsini, yenidən onların bərpasını, aktivləşdirilməsini gündəmə gətirək. Çox sağ olun. Və sözü filologiyada fəlsəfə doktoru Dosent Ləman Süleymanova vermək istəyirəm. Onun mövzusu Qarabağ folklor da bir tarixdir. Folklor toplayıcılığında yeni mərhələ adlanır. Buyurun. Hikmət müəllim, söz verdiyiniz üçün təşəkkür edirəm. Bu günlərin mübarək gündür əslində. Mən bu mübarək gün münasibəti ilə hər birinizi təbrik edirəm. Bu qələbəni bizə yaşadan əziz Azərbaycan əsgərlərinə təşəkkür edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı və yer gəlmişdən deyim ki, adətən niyəsə indi yaralanmış əsgərlərimizə qazi deyirik. Amma əslində, Əfsəttin müəllim düzdürmü? Ənənədə əslində müharibədən sağ-salamat qayıdan hər kəs qazidir və mən bütün qazilərimizə təşəkkür edirəm, can sağlığı arzulayıram. Bu qədər və birbaşa indi mövzuya keçməyə çalışıram, vaxtı da az qoymusunuz. Deməli, Folklor İnstitutu Qarabağ layihəsinin icrasına 2012-ci ildən başlamış, 2014-cü ildə bitirmişdi. Bu az müddət ərzində 10 cilddən ibarət Qarabağ Folklor da bir tarixdir toplusu işığı görmüşdü. Ümumiyyətlə, Amia Folklor İnstitutu Qarabağla bağlı 2 böyük layihə həyata keçirib. İndi düzdür, biz burada bugün Qarabağ Folklor da bir tarixdir, 10 cildlikdən bəhs edirik, amma əslində isə 2 böyük layihə həyata keçirilib. Bunlardan biri Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılmasıdır ki, 2012-2014-cü illər ərzində biz bu layihəni həyata keçirdik və o bəhsi keçən 10 cild meydana çıxdı. Digəri Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları adlı layihədir ki, bu da 2013-2014-cü illər ərzində həyata keçirilib. Hər iki layihənin icrası nəticəsində bölgədən folklorun müxtəlif janrlarına dair çoxlu sayda folklor örnəkləri toplanılıb. Toplanan örnəklər əsasında hər biri 400 səhifə həcmində olan Qarabağ folklor da bir tarixli toplusu, həmçinin 88 xalq oyunu, 6 meydan tamaşasının yer aldığı Qarabağ xalq oyunları və meydan tamaşaları kitabları çap olunub, Qarabağ xalq mahnıları və musiqi folklorundan ibarət CD-lər buraxılıb. Bundan əlavə Qarabağ folklorunu yaymaq və əcnəbi qonaqlara tanıtmaq məqsədi ilə Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə elmi metodik mərkəzi ilə birlikdə 2015-ci ildə Qarabağ əfsanələri, 2016-cı ildə Qarabağ mifləri, 2017-ci ildə isə Qarabağ lətifələri adlı Azərbaycan, Rus və İngilis dilində təbliğat, təşviqat xarakterli açıqcalar çap olunub. Deməli, bundan başqa indi uzun-uzadı sadalamaq istəmirəm. Ard-arda 2012-2014-cü illər ərzində 3 konfrans da keçirildi. Ümumiyyətlə, layihə çərçivəsində bölgədən 300-dən artıq mifoloji mətin, 1250-yə yaxın əfsanə və rəvayət, 400-dən artıq nağıl, 500-dən artıq lətifə, 750-dən artıq atalar sözü və məsəl, 2500-ə yaxın bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər və uşaq folkloruna dair digər nümunələr toplanaraq elmi ictimaiyyətə təqdim olunmuşdu. Bu toplularda bölgədə yaşayan Kəbirli, Afşar, Şahsevən, Qaradolaq, Təhlə, Muğanlı, Bozaq və s. tayfaların keçmişinə, tarixinə, etnografiyasına dair materiallar, həmçinin Sovet rejimi
rejiminə qarşı mübarizə aparmış qaçaqlar haqqında məlumatlar yer almışdı. Layihə çərçivəsində 40-a yaxın yeni nağıl sujeti, bir sıra lətifə qəhrəmanları, hansı ki o lətifə qəhrəmanları ilə o vaxta qədər Azərbaycan folkloru tanış deyildi. Eyni zamanda xüsusi ifaçılıq qabiliyyətinə malik usta söyləyicilərin zəngin repertuarı toplanaraq çap olunmuşdu. Bütün bu sadaladıqlarımız xalq arasında yaşayan, amma folklorşünaslığımız üçün naməlum olan xeyli sayda sujet, motiv və personajın folklor fonduna daxil olması deməkdir. Qarabağ folklorunun toplanması zamanı bir sıra çətinliklərlə də yadda qalıb. Bayaq Hikmət müəllim bu barədə müəyyən qədər danışdı. Təbii ki, bu çətinlikləri aradan qaldırmaq üçün biz dəfələrlə müxtəlif bölgələrdə olmalı olurduq. Bir bölgənin sakinləri demək olar ki, Azərbaycanın əksəriyyət bölgələrinə səpələnmişdi və onlarla görüşmək həm uzun vaxt alırdı, eyni zamanda da bir psixoloji hazırlıq tələb eləyirdi. Çünki yaralı insanlarla danışmaq, onların yaralarını tərpətməməyə çalışaraq söhbəti aparmaq insanda həm də yəni psixoloji durumu belə deyim də, yəni buna da xeyli təsir eləyirdi. Ümumiyyətlə bu yenilikləri sadaladım. Bəs bu toplular Azərbaycan folklorşünaslığına başqa nə verdi? Hər şeyin başında bizim bu Əfsələddin müəllimin bir gözəl sözü var. O həmişə deyir ki, son 15-20 ildə toplanan materiallar Azərbaycan folklorşünaslığının canını saxta mətnlərdən qurtardı. Və müəllimin sözünə dəstək olaraq deyim ki, deməli, bu mətnlərin, həmin mətnlərin 15-20 ildə toplanmış mətnlər Azərbaycan folklorşünaslığına mətnlərin təbii halını görmə və onu bu vəziyyətdə tədqiq etmə imkanı yaratdı. Sovet dövründə Azərbaycan folklorunun yazılı ədəbiyyat prinsipləri ilə tədqiq edilmə kimi bir halı var idi. Amma xalq arasına ardıcıl çıxan, onlarla daimi ünsiyyətdə olan mütəxəssislər yaxşı bilirlər ki, folklor nümunələrinin orijinal halı qeyd etdiyim vaxta qədər çap olunmuş toplulardakı kimi deyil. Bunu da deyim, yekunlaşdırıram. Hərçənd ki, danışacaqlarım çox idi. Çünki bu toplular barədə günlərlə danışsan, məsələ bitməz. Mən həm də düşünürəm ki, bu topluların adının seçilməsi olduqca uğurlu alınıb. Qarabağ folklorda bir tarixdir, bəli, məhz tarixdir. Həmin tarix ki, o tarixlər müəyyən ictimai-siyasi səbəblər ucbatından tarix kitablarına salına bilməyib, amma xalq tarix kitablarında görə bilmədiyi həmin tarixi hadisələri öz şuurunda, folklor yaddaşında yaşadaraq, onları itib batmaqdan, ondan sonra tamamilə məhv olmaqdan qoruyub. Bu baxımdan da həmin topluların xalq qarşısında xidməti böyükdür. Təşəkkür edirəm. Buyurun, Eldəniz müəllim, ehtiyatda olan polkovnik. Buyurun, Eldəniz müəllim, gəlin bura. Burada verək. Növbəti ehtiyatda olan polkovnik leytenant Elşən Qasımov. İstəyirəm, onda mən təqdim edeyim. Mən minnətdarlıq hissi yaşadım. Yəni Mahir müəllim, açıq deyəcəm, gözləmirdim elə bir, yəni inanmırdım. Amma çox mükəmməl olmuş. Əziyyəti keçən hər bir kəsə təşəkkür edirəm. Folklor İnstitutunun başda Hikmət müəllim olmaqla bütün kollektivinə minnətdaram. Elə addımımızı atar-atmaq içəri, vallahi deyim, İlhamə xanımla elə içəri girdik. İnstitutun digər əməkdaşları qapıdan çıxan o gözlərində o minnətdarlığı görürdüm. Bəziləri sözlərlə ifadə elədi, Allah sizi qorusun, Allah sizə dəyməsin deyə. Yəni, təşəkkür edirəm, minnətdaram. Mənim də bu daima şərəflə daşıdığımız bordo beretka deyirik bizdə. Şəhidlərin qanı ilə və bu qara lentisə onları daima ehtiramla yad etdiyimizi bir məna ifadə eləyir. Bizim simvolumuzdur. Mən də istəyirəm ki, 28 ildir tanıdığım dostum, qardaşım bir yerdə təhsil almışıq. Hikmət müəllimə bunu hədiyyə eləyim. Çox şərəfli bir təqdimatdır. Bu mənim üçün ən dəyərli bir əziz hədiyyə olacaq və
elə bilirəm ki, bu ən yüksək yerdə olmalıdır. Var olun, çünki bu təyinatlar, bu əməliyyatların ən önündə gedən, ən böyük, ən ağır günləri yaşayanlar bu su təyinatlar olub və mən elə bax, eşəməm, təşəkkür edirəm, çox sağ olun. Mən minnətdaram, var olun, çox təşəkkür edirəm. Bilirəm, siz getmək istəyirsinizsə, buyurun, gedə bilərsiniz. Buyurun, çox təşəkkür edirəm və bir daha sizə alqışlayaraq sizi yola Zəfər müəllimə söz vermək istəyirəm. Bugünkü məruzəmiz Azərbaycan əfsanələrində zamanın səciyyəsidir, amma əslində burada Qarabağ və Qərbi Azərbaycandan olan əfsanələrdən daha çox danışmışıq. Vaxtınızı çoxalmayacağam. Əfsanələrdə zaman nəyə xidmət eləyir? Əfsanələrdə zaman əsasən mətnin bütövlükdə qurulmasına, strukturunun qurulmasına xidmət eləyir. Təbii ki, məkan anlayışı ilə bir yerdə. Əfsanələrdə zaman süjetin qurulmasına birbaşa, belə desək, xidmət eləyir və nəhayət əfsanələrdə zamanın müəyyən edilməsi bu janrın necə meydana çıxması və bir də təxminən nə zamandan bəri əfsanə janrının formalaşaraq söylənilməsini müəyyənləyir. Yəni, əslində zaman burada üç işi görür. Struktur necə formalaşır, süjet necə yaranır və bu janr təqribən hansı dövrdən bəri meydana çıxıb əfsanə adı altında söylənilir, bizim indi başa düşdüyümüz və ona gətirib çıxarır. Əfsanələrdəki zaman da, məkan da təbii ki, sakral zamandır. Ona görə profan zamanda hadisələr, zaman axır. Məsələn, gecənin sabahı var, gündüzün gecəsi var, bu ilin o bir ili var. Amma əfsanələrdəki məkan əbədi məkandır. Bu, əslində bizim dinimizdən, Quranımızdan gəlir. Çünki bizim yekun nəticədə olaraq onu görürük ki, əfsanələr inanslı bir mətnlərdir. Belə desək, tək Allahlığı, dini təbliğ etməyə yönələn bir gətirib mətnlərdir. Allahın varlığına gətirib çıxaran inandırıcı bir təhkiyə şəklində qurulan mətnlərdir. Ona görə də bu bizim elə klassik ədəbiyyatımızda da var da, biz sakral, profan deyirik, baqi və ya fani deyərdik. Əfsanələrdəki məkan, belə desək, xətti bir dövr deyil, xətti bir məkandır ki, zamandır ki, bunun geri dönüşü yoxdur. Sonu var, amma geri dönüşü yoxdur. Burada, məsələn, ilahi təcəllar nəticəsində meydana çıxan əşyalar və yaxud da hansısa bir ağac, bitki ömür boyu solmur. Demək ki, 2010-cu ildə folklor toplayanda bir söyləyici belə bir bayatı dedi. Dedi ki, əzizim Gülüstandır, kitabın Gülüstandır, aç oxu Gülüstandır. Bülbülün gözü yaşından bağçada Gülüstandır. Bu bayatının belə deyək də, yəqin ki, arxaik forması və sonra söyləyici qayıtı ki, bala, indi mən onu belə deyərəm ki, deyirəm yox, deyərəm ki, qasqının göz yaşından bağçada Gülüstandır. Çox şükür ki, o qasqınlıq həyatı sona yetib. Biz bunun üçün cəbhədə can qoyan, can verən, bütün şəhidlərimizə borcluyuq, bütün qazilərimizə borcluyuq. Allah şəhidlərimizin qəbrini nurla doldusun. Allah qazilərimizə can sağlığı versin. Biz onların qarşısında baş əyirik, baş əyməyə də borcluyuq. Allah xalqımızı qorusun, Allah xalqımıza həmişə zəfərlər qismət eləsin. Çox sağ ol, Zəfər müəllim. Çox təşəkkür edirəm. Mən burada bir məsələni də qeyd eləməyi özümə borc bilirəm. Folklor İnstitutunun əməkdaşı Aşur müəllimin övladı, baş leytenant Adıgözəl Bəşirov 1-ci Qarabağ müharibəsində şəhid olub və bizim Folklor İnstitutunun əməkdaşı, aparıcı elmi işçisi, filologiya fəlsəfə doktoru Əpoş Vəliyevin qardaşı mayor Vüsal Vəliyev 2-ci Qarabağ müharibəsində və tam o döyüş yolunu keçməklə, Şuşaya qədər döyüşməklə şəhid olub. Mən onların ruhları qarşısında baş əyirəm və düşünürəm ki, onların hər birinin bu zəfərdə payı var və onların hesabına biz bax bu günləri bu zəfəri belə təntənə ilə qeyd edirik. Və mən bilirəm ki, hər kəsin ürəyində, qəlbində bu sevinclə bərabər həm də bir niskil də var, bir kədər də var. O bizim bax bu müharibədə olan itkilərimizdir və burada iştirak eləyən, bilirəm ki, hər kəsin ailəsinin aşağı, yuxarı, yaxından bu müharibə ilə şəhid verən ailəsi də var, döyüşən də var. Məsələn, mən görürəm Qumru xanımı buradan, onun həyat yoldaşı bütün bu hava hücumundan, hava qüvvələrinin içərisindədir, mayor, polkovnik rütbəsindədir, polkovnik
bir rütbəsindədir. O da mən yadımda ki, o Vətən müharibəsi dövründə tez-tez soruşurdum ki, Qumru xanım necədir vəziyyət və o ən ağır vəziyyət onlarda idi ki, onlar hava vasitəsilə hücum edirlər və o qırıcıları idarə eləmək, o şeylə uzaq, o silaha tuş gəlməmək çox ağır idi. Hesab edirəm ki, bizim tədbirimiz o qarşımıza qoyduğumuz hədəfə nail olduq, alındı və mən arzu edirəm ki, biz bu istiqamətdə tədqiqatlarımızı ümid edirəm ki, davam etdirəcəyik və burada da danışılan mövzuları kağız formatında da olmasa bu elmi sessiyanın bir elektron PDF formatında təqdim edib məruzələri də bir yerə yığacağıq. Və istəyirəm ki, Teymur, yekununda sözünüzü deyin və biz tədbirimizi bağlayaq. Mənə sessiyanın təşkili çox yaxşı təsir elədi. Xüsusilə film mənə çox yaxşı təsir bağışladı. Çox gözəl seçim elədi. Folklor İnstitutuna direktor qoyarkən çox gözəl seçim elədi. Yəni, bu da təsadüfi deyil. İsa müəllim insanşünasdır. Yəni, insanın, o bir söz var, deyil, insanın sinəsindən baxanda onun boynunun dalını görür. Yəni, insanı qiymətləndirə bilir. Və bu baxımdan əlbəttə ki, bugünkü sessiya Çox sağ olun, çox təşəkkür edirik. İştirakınıza görə, məruzəçilərə xüsusi təşəkkür edirəm. Yaxşı hazırlaşdıqlarına görə, yəni biz belə formal hazırlaşmamışdıq, yaxşı hazırlamışdıq. Filmin hazırlanmasında zəhməti olan hər bir kəsə, ümumiyyətlə Qarabağ folklorunun öyrənilməsində olan hər kəsə, zəhməti olan hər kəsə minnətdarlığımızı bildiririk. Çox təşəkkür edirəm. Sağ olun, Teymur. Sağ olun.